Ne laniyem ne bu cazı çekmeliydim ha bala. Onun anası babası benimle çekilen balamın içinde güzelce soru çekti kayol. Kardeşini öz tuşanında gece saatlerinde avtomat silahtan vurdular, öldürdüler. Ne eylemişti benim balam? Benim balamın iki körme balası var, bir zaman yarı var abi. Benim sabah başıma bir iş gələndə benim cinayetim manat karşı, törenen cinayetlerin karşı alınacak mı? Bu cinayetkar cezalandırılacak mı? Neye göre ceza çekmeliyiz? 2022-ci ildə Keşəli kəndində dəhşətli qətl hadisəsi törədən və ya törədənlər hələ də azadlıqdadır. Bunu Tbilisidə baş prokurorluğun qarşısına toplanan ağır cinayətin qurbanı Aydın Həmzəyevin ailə üzvləri və həmkəndliləri bildiriblər. Belə ki, Saqareco Bələdiyyəsinin Keşəli kəndində özünə məxsus ərzaq mağazasında çalışdığı zaman 1986-cı il təvəllüdlü Aydın Həmzəyevə hücum edilərək avtomat silahı ilə qətlə yetirilib. Hadisə oldu 2022-ci ilin sentyabrın 21-də qardaşını öz tuşanında gece saatlerinde avtomat silahtan vurdular, öldürdüler. Və bunu prokurorlar da bilir, qaxetin polisi də bilir, işi açmırlar. Və o vaxt mənə dedilər, həmən vaxt dedilər ki, biz bu işi açacağıq, biz özümüz bilirik. Amma qrupda olduğu halda biz buna biraz çalışmalıyıq, bizə bir 20 gün vaxt ver. 20 günün axırı bir ay oldu, bir ay sonra 2 ay oldu, belə-belə 3-cü ili gəlir. Qətlə yetirilən soydaşımızın ailə üzvləri və vəkili cinayətin açılması üçün bir sıra faktların olduğunu bildirirlər. Video kadrlar var və DNA analizi çıxıbdı. Heç bir DNA analizi çıxan adamı söylətmirlər. Bir şey yoxdur, heç nə yoxdur. İstintaqı tamamilə dayandırırlar. Cinayət hadisəsi kameraların önündə baş verib. Faktla bağlı Kaxeti Polis Departamentində istintaq başladıldı. Lakin bütün faktların olmasına baxmayaraq bu işə baxılmırdı. Bundan sonra bizim və ailə üzvlərinin tələbi əsasında iş Tbilisi prokurorluğuna verildi və məsələ araşdırılmağa başlanıldı. Video görüntülər götürüldü, gec də olsa şahidlər dindirildi. Hadisə yerində lazımi ekspertiza işləri aparıldı. Bütün faktlara baxmayaraq yenə də heç kəsə qarşı ittiham irəli sürülməyib. Tələbimiz bu cinayəti törədən və bu işin açılmasının qarşısını alan hər kəsin cəzalandırılmasıdır. Qeyd edək ki, qətlə yetirilən Aydın Həmzəyevin 2 az yaşlı övladı var. Göz yaşlarına boğulan mərhumun anası övladının qatilinin cəzasız qaldığını deyir. Katil eşte geldi, biz de körana özünün altında ceza çekilir ay bana. Allah'ın izniyle katil atılsın, katil tutulsun, cezasını çeksin ay bana. Katil gecənin bir vakti gelip orada güllə boran elif gedib, hələ bu işi atmırlar. Polis baxmır, prokuratura baxmır. Heç kim bizim sözümüze söz vermir ay bala. Ne sebebe göre söz vermirler? Neye göre 2-8 ay olur basırdılar bu işi? Niye basırdılar? Neye göre basırdılar? Kimdi bunun tərəfi? Kimdi bunun arkasında duran? Neye göre dururlar? Ne eylemişti benim balam? Benim balamın körme balası var, bir zaman yarı var abi. Neye göre ceza çekmeliyiz? Keşəli kənd sakinləri də Aydın Həmzəyevin heç kəslə problemi olmayan el-obada öz mədəniyyəti və hörməti ilə sayılıb seçilən gənclərdən olduğunu bildirirlər. Oğlan hamımız üçün əziz adam idi və bizim qohumumuzun olmasının onun böyük bir əhəmiyyəti yoxdur. Əsas odur ki, bizim qaraşöflü idi, çox qəşəng oğlan idi, hörmətli, mərfətli, nüfuzlu bir gənc idi. Özünün mağazilində gecə saatlarında öldürüldü, kameranın altında öldürüldü. Hansı ki kamerada bu cinayətkarın üzünün müəyyən hissəsi görünür, bədəni görünür. Cinayət aləmində bundan qatı cinayətkarların törətdiyi hadisələr peşəkar cinayət kriminalistlər tərəfindən vaxtında aşkar olunub. Amma nəyə görəsə mən onu deyə bilmərəm. Çox sadə bir şey bu zamana qədər aşılmır. Məsələ ilə bağlı Baş Prokurorluğun verdiyi məlumata görə Kürdistan Daxili İşlər Nazirliyində Aydın Həmzəyevin qətli ilə əlaqədar 108-ci maddə üzrə istintaq aparılır. Bütün müvafiq istintaq hərəkətləri həyata keçirilir. Hazırki mərhələdə ittiham irəli sürülməyib.